İsrail çökən qüvvələrin əhatəsindədir. İsrail bu günlərin, məsələn, İsrailin bir hərbi bazası var, orada əsas nüvə başlıqları oradadır. Neçə kiloton, hardasa 100 nə qədər hesablanır da, kiloton tutaq ki, dağıtma gücünə malik. Demondadır. Demonda. Ay sağ ol. Məsələn, onu İran sərbəst şəkildə vura bilir və İran elektrik stansiyası var, altında da deyir nüvə başlığı. Bəli. O dağılacağı təqdirdə İsrail yoxdur. Bu gün İsrail Netanyahu kimi bir adamın əlində nəinki böyüyən dövlət obrazına çıxa bilər. Resurslarını itirir. Resurslarını itirib, ümumiyyətlə dövlət kimi ortadan qalxması məsələsi müzakirə mövzularından biri ola bilər. Çünki lap Amerika Birləşmiş Dövlətləri tutaq ki, müharibəni dayandırdı, əlini salladı, getdi, gedin qalan məsələlərdə özü həll edin. Yəni Trumpın bunu deyəcəyi heç şübhə olmur. Və burada əslində bir məsələ ortaya çıxır. Deməli, İsrail faktoru onda nəzərə alınmır və İsrail ilə Amerikanın İrana münasibət məsələsində baxışları fərqlidir. Heç Əli bəy fikir verirsinizsə, Qələndər bəy sözünün qüvvəti, danışıqlar məsələsində İsrailin adı çəkilmir. İran danışıqları, yaxşı, bu İsrail haradadır bəs o zaman? Çox maraqlıdır, düzdürmü? Orada fərqli bir vəziyyət var. Əvvəla onu deyim ki, bugün enerji məsələsində də çox ciddi sorunlar var. Trump gələndə alternativ enerjini qoydu bir küncə, dedi ancaq qazma enerjisi, neft, qaz çıxardıb satacağıq. İndi bugün görürsünüz, İran bağlayır. Neft bazarında problem yaranır. Son günlər Rusiyanın yenə enerji obyektləri vurulur. Hətta Amerikanın özündə bir neçə enerji obyekti vuruldu. İndi artıq belə deyək də dünya çapında belə ekspertlərin belə yanaşması var ki, deməli o küresel güc artıq bu enerjini vurur. Yəni alternativ enerji qayıdışın vacibliyini, əslində o Trumpın doktrini dağıdılır. İndi normalda ki Trump gəlib, hücum edib. Avropa cəhdidir. Necə? Avropanın cəhdidir. Yox, bu küresel gücdür. Küresel gücün. Trumpa qədər ki o bir... Çünki Avropa əslində bu metodun üzərində xeyli işlədi. Xeyli vəsait yatırtdı o prosesə. Bu dövlətüstü bir güc hesab olunur da. Bəzən müstəqil deyirlər falan dünyanın formalaşmasında. Məsələn, şirkətlər deyək, məsəl üçün. Yaxud da çünki Amerika ilə Avropa arasında əsas anlaşmazlıq həm də bu məqamdır. Çoxdur. Məsələ çoxdur. Bax, belə deyək də, dövlət olmayan aktyorlar deyək. Dövlət olmayan aktyorlar beynəlxalq münasibətlər sistemində və şərti olaraq buna indi dünya belə deyir, biz də deyək. Küresəlçi güc bugün Avropa ölkələrinin bir çoxunda onlar hakimiyyətdədir. Və yaxud onların himayə etdiyi siyasi partiyalar hakimiyyətdə. Məsələn, Fransada, Britaniya olsun, Almaniya olsun, bunların hamısı elə o yeri gəlmişkən Mersin özü BlackRock'un Almaniyadakı nümayəndəsi olub. Hansı ki o Fink'in CEO'su olduğu şirkətin bir qoludur, Almaniya qoludur. İndi orada məsələn son vaxtlar Trump hakimiyyətə gələndən sonra görürsünüz bunları sanki sıxışdırır. Deyir Trump Macron gedəcək. Yəni dünənki açıqlamasında hələ bir araya saldı, onu bir ələ də saldı ki, arvad vurub onun çənəsini ondan sonra özünə gəlmir. Hələ özünə gəlmir falan, onu da dedi. Britaniya deyindi ki, baş nazirə deyirəm kömək lazımdır, bu da deyir ki, yox. Biz gələn həftə biz yığışacağıq, orada qərar verəcəyik. Mən dərhal qərar vermək lazımdır. Sonra deyir ki, mən əslində yoxlayırdım ki, görün bunlar bizə doğrudan kömək edir, yoxsa eləmir. Və sonra ümumiyyətlə NATO'nun bu məsələdən təzədən dedi ki, o kağız pələkdir. Yəni bir 2-3 gün bundan qabaq demişdi ki, NATO kağız pələkdir. Putin də bunu bilir. Hətta elə bir mesaj verdi ki, Putin bilir, hani gələcək, Putin sizinlə məşğul olacaq. Onu da elədi. Və maraqlıdır ki, məsələn Starmer çox açıq dedi ki, biz Britaniya maraqlarından çıxış edirik. İran məsələsində biz qarışmırıq, getmirik ora, getməyəcəyik. Amma indi artıq böyük qərarları var ki, orada bəzi ölkələri o bölgədə onların da maraq var. Yəni indi Amerika görsəniz, Amerika Hörmüzdə ilişəndən sonra Avropalılara meydanı verdi ki, Hörmüzün bağlanması. Baxın, Fransa bilər, özdə açıq deyir ki, indi özünüz bilərsiniz. O deyir, çünki başa düşür ki, hətta mən bir ən sonuncu açıqlamasına rast gəldim. O hansısa bir yerə müsahibəsində verib ki, deyir biz oradan Hörmüz açılmasa da biz çıxıb gələcəyik. O bizə dəxli yoxdur. Amma halbuki bu zamana qədər tam tərs. O başa düşür ki, Hörmüzü açmamış, bu getsə bunu məğlub sayacaqlar. Ona ictimai rəy onu hazırlayır. Başqa tərəfdən bunun cəmsi ilə bir 30 gün vaxtı var. Prezident 60 gün savaş apara bilər. Ondan sonra mütləq konqresin razılığı olmalıdır. İstisna hallarda 90 gün bunu edə bilər. O bilir ki, konqres ona icazə verməyəcək. Artıq konqres onun əleyhinədir. Demokratlar, respublikaçılar hamısı bu savaşın əleyhinədir. Yəni bugün sorğuluyorlar ki, biz nədən İrana getdik savaş? Ona görə bax Rubio bu günləri əlavə bir izah verməyə çalışdı ki, biz nədən İrana hücum elədik? İran nüvə dövləti olacaqdı, bu təhlükədir, bu bizim maraqlarımıza ziddir falan. Özü deyir, valla qutarıq, sürətlə gedir, planımızı çox qabaqlaya gedir. Yəni israrla haqq qazandırır. Bu budur. Görünməyən tərəflərinin deyinək də, bugün Amerika güclüdür.
Silahı var, sursatı var, təyyarələri var, raketləri var. Dünyanın super gücüdür. 3 təyyarə daşıyan gəmisi gəlib. Düzdür, onun deyəsən ikisini vurublar. Amma dəxli yoxdur. Gəlibdi orada. İndi o Diego Garcia adasını əvvəl ingilislər vermirdi, sonra razılıq verdilər. O çünki o təyyarələrin bir çoxu hardasa orada belə deyək də məskunlaşmalıdır. Körfəz ölkələrində əvvəl gəlirdi. İndi onlar vurulur deyə də qorxularından oradan da təyyarələr çıxıb. Deməli nə baş verir? Bu anlayır ki, havadan vurdu. Normalda istənilən dövləti bombalayırsan, təslim olur. Razılaşma olur. Məsələn, bir dənə şey götürdülər də ki, Maduranı götürdülər. Venezuela dövləti razılaşdı. Yəni belə deyək də təslim oldu, bitdi. Razılaşdılar. Trump demişkən bir saziş imzaladılar. Razılaşdılar ki, neftin neçə faiz Amerikanın olacaq, neft Amerikanın nəzarətindən hara gedəcək, harda emal olunacaq, satılacaq və Venezuelanın payı nə qədər olacaq, Amerikanın payı. Məsələ bitdi. İndi İran razılaşmır. Trump az qalır ki, belə israr eləsin ki, gəlin razılaşaq, sövdələşmə, mənə bir sövdələşmə verin, mən çıxım gedim. İran tərəfi bunu eləmir. Çünki İranın arxasında duran güclü deyir, bunu etmə. O da İranın dedi ki, biz danışığa gedəcəyik, amma hələ bizə vaxt lazımdır. İndi ona görə də bax, dini liderin adından böyük bir açıqlama yaydılar ki, dönəm böyük ki, biz danışıqlara da getmirik. Getməyəcəyik. Yəni təkrar onu Xarici İşlər Nazirinin sözçüsü də dedi ki, çünki biz Amerikaya inanmırıq, güvənmirik. 2 dəfə danışıqlar eləmişik, bizi vurublar falan. Bu da var. Yəni deməli İranın içində də bu danışıqların olmasını istəyən güc də var. İndi Trumpın təbirincə desə yaxşı olanlar da var. Amma bu danışıqların getməsini istəməyən də var. Yəni Sepahın da bir xətti və yaxud da başqa tərəfə bağlı, ya Çinlə şərt olaraq Rusiya və Çinə bağlı olan istiqamət bu savaşın dayanmasını istəmir. Çünki Çin bilir ki, Amerika bu savaşdan çıxıb güclərini Çin üzərinə gedəcək. Yaxşı, bu qədər generallar öldürülür. Bəs bunların Sepaha heç bir təsiri yoxdur. Əlbəttə təsiri var. Amma görünür, indi mən hərdən deyirəm, bizim o burada indi Rusiyanın o 5-ci kolonundan danışanda hamı qocalardan danışır. Amma cavanlar işləyir axı. Artıq yaxşı komanda var. Bəzən də qocaları elə qəsdən meşin kimi göstərirlər, hədəf kimi göstərirlər ki, cavanlar heç kimin işi olmasın. İndi görünür İranda da artıq o cavan generallar, Sepahın cavan təmsilçiləri var və onlar da yaxşı işləyirlər artıq. Bəli, yaxşı dediniz. Elə bu İran-İraq savaşının qalibləri idi əsas generallar. Bəli. Köhnə yaşlılar. Yaşlıları vururlar. İndi İranı idarə edəcək elita Amerika-İsrail savaşından çıxan elitanın cavan nəsillərinə keçir. Əslində məsələ budur. Əslində hə, o qocalar o mane olanları sıradan çıxardırlar, amma cavanlar o bazalarda işləyir. İndi maraqlı nədir? Amerika göydən İranı vurur. Zavodları vurur. Məsələn, Rubi dedi ki, 4 hədəfimiz var. Hərbi zavodları vururuq. Biz orada deməli İranın hava qüvvələrini, hərbi hava qüvvələrini məhv elədik. İranın hərbi dəniz qüvvə 10 mindən çox hədəfdən gedir. Hərbi dəniz qüvvələrini məhv elədik və raket proqramı, daha doğrusu nüvə proqramını məhv elədik. Yəni doğrudan da zavodlar vurulub çoxlu sayda. İndi keçiblər artıq deyək ki, dəmir nə bilim o sənaye zavodlarına. Məsələn, İranın böyük bir zavodunu vurdular. İran da əvəzində Körfəzdə 3 dənə zavodu vurdu. Dedi ki, yenə də bildirir ki, əgər mənim sənayemə toxunacaqsınızsa, mən oranı vuracağam. İndi o araşdırılanda əslində Körfəz dövlətləri, dövlətdir, şirkətdir, o məsələ ortaya çıxır. Və bəlli olur ki, əslində oradakı o sənayenin də böyük bir hissəsi qərbə bağlıdır. Yəni Amerikanın, Britaniyanın, başqalarının indi üzdə ərəblər görsənir, amma əslində arxada həm də bunların kapitalıdır. İndi İran da həmin yerləri vurur. Və bu İrandakı bu kəşfiyyat məlumatları İranın özünün deyil. Və yaxud da dəqiq vurur o hədəfləri. Bu İranın özünün demək, İranın da arxasında həmin o güc var. Həmin o küresəlçi gücü var, Çin var. İndi konkret Çin sifətində, Rusiya sifətində. Məsələn, Rusiya deyək ki, kosmik kəşfiyyat məsələlərini təmin edir. Çin isə onu silah-sursatla fasiləsiz olaraq tədris edir. Bugün İranın altındakı hərbi o dağların altında bunlar çox mərtəbəli bazalar tikiblər. Çindən ora keçidi necə təmin edirlər? Məsələn, bu qədər kəşfiyyat informasiyaları var. İranın altında hansı tunellər var, o tunellər hardan gəlir, hardan gedir, onu heç kim bilmir. Ancaq oradakılar bilir. Hətta İranda biz bilirik ki, Mossad çox yaxşı işləyir. Mossad o tunelləri bilmir. Deməli, hətta Mossadı belə tunellərə buraxmayıblar. Görünür o köhnə generallara imkan veriblər ki, onlarla işləsin, nəzarətdə saxlasın falan. Amma cavan komanda və yaxud da başqa bir güc elə işləyibdir ki, artıq məsələn uzun müddətə bütün Amerikanlar və İsrail axtarırlar ki, bazı şeyləri tapsınlar. Yeraltı o raket, bunların bir də ən çox narahat edən o raket bazalarıdır. Hardan atılır? Zavodları vururlar, məsələn qərargahları vururlar falan deyirlər, amma o raket bazalarını vura bilmirlər. Vuranda da dəymir. Təsəvvür edin ki, Amerikanın ən yaxşı o deyək ki, bu 70 metr 13 yox 60 metrə qədər vurur. İndi bəzən eyni yerdən vuranda biraz dərinə də vururlar. O raketlərlə belə vura bilmirlər, çünki o bazalar dağların altında.
Bayaq Qələndər bəy dedi o Zagroş dağıdır da. Zagroş. 1500 kilometr uzunluğunda bir dağ silsiləsi. 1500 kilometr. Təsəvvür edin. Hələ indi biri də şimalda var. O yəqin ki o da sonra lazım olacaqdır. Xəzər dənizinin Bakıdan Ankaraya qədər qalası var. 1500 kilometrlik bu böyük bir istehkamdır. Əslində deyir ki, İran təbii istehkamların içində, dağların əhatəsində. İranın məğlub edilməzliyini odur. Yəni Məğlub- zaman tarix boyu İranı başqa işğalçılardan qoruyan o iki dağ. Həmin o dağ silsiləsidir. Bəli, biri şimaldan, biri də cənubdan belə alıb qoruyur. Üstəlik də indi orada o dağların çox sərt qranit dağlardır filandır. Onun dərinliklərində də o bazalar bəzən deyirlər 300 metr, bəzən 500 metr dərinlikdə həmin o bazaları tikiblər. Hətta ehtimal var ki, orada hərbi zavodları belə tikiblər. Məsələn, mən yenə Rubionun biraz o savaş başlayanda dedim, hətta bir neçə etiraz edənlər də oldu ki, yox olmaz, amma indi zaman göstərdi ki, mən zaten başlayanda dedim ki, bu savaş uzanacaq. Bu strateji bir savaşdır. Buna İran-Amerika savaşı kimi baxmayaq. Bu yeni dünya düzəni ilə bağlı olan savaşdır. Məsələn, Rusiya-Ukrayna savaşında nə baş verir? Rusiya zəiflədilir. Nə var? Rusiya zəiflədilir. Açılsın imperiyalar. məsələsi. Bax bu bayaq dedi ya, o 2-ci Dünya Savaşından sonra dünyanı idarə edən o 5 imperiya var. İndi onları çökdürürlər. Bax o üst ağlı, o güc həmin imperiyaları zəiflədir. Rusiya-Ukrayna savaşında Rusiya zəiflədilir, İran savaşında da Amerika zəiflədiləcək. Erdoğan deyən məsələ dünyada işdən bəli, Amerika istəsə də belə İran ondan əl çəkməyəcək. Sabah Trump elan etsin ki, çıxıb gedirik, İran vuracaqdı, İsraili vuracaqdı, onun Körfəzdəki bazalarını vuracaq. Onda Trump necə gedəcək? Necə gedib elan edəcək ki, mən qalibəm? Ona görə də məcbur deyir, gəlin razılaşaq, bir sənəd imzalayaq, mən çıxım gedim. Buna da sənəd imzalayan yoxdur, ortaya heç kim çıxmır. Yəni bax, deməyim odur ki, indi o bazalarda onların o qədər ehtiyatı var ki, raket ehtiyatları. Demək, Rubio deyirdi ki, deyir İran hər gün 100 dənə ballistik raket istehsal edir. Deyir 3-4 gün bundan qabaq dedi ki, 200 minə qədər məhv etmişik. Onlar düz deyil də, Trump əvvəl deyir ki, 90%-ni məhv eləmişik. Bilmirlər, onların məlumatı yoxdur. Məsələn, ali liderlə bağlı Trumpın məlumatı yoxdur. Dünyanın super dövləti, 17 dənə kəşfiyyat qurumu olan bir dövlət dəqiq bilmir ki, ali rəhbər hardadır. Və İranın bilirlər ki, onun bazaları var, raket bazaları var və oradan gündüz dolmayanda gecələr rahat vururlar İsrailə. Məsələn, dünənləri Pasxa bayramı idi İsraildə hamı 10 dənə raket atdılar. Məsələn, atəşfəşanlıq elədilər. Yəni bax, məziyyət o necə, yəni nə demək istəyirəm? Bax, bura onlar nəzarət edə bilmir. İran nə vaxta qədər istəyir raketlərini atacaq. Burada İran üstündür. Səmada isə Amerikanlar üstündür. Yəni çıxırlar çünki onlar hava hücumu müdafiə sistemi yoxdur. İran səması tamamilə müdafiə. Deməli göydə onlar güclüdür, yerin altında da bunlar güclüdür. Bunların hücumlarına İran tabe olmadığına görə, təslim olmadığına görə bunlar özlərini qalib saymırlar. Başqa tərəfdən də bu gün psixoloji algı nədir? Deməli bu gün Amerikanın qalib gələ bilməməsinə dünya Amerikanın məğlubiyyəti kimi baxır. İranın isə məğlub olmamasına İranın qələbəsi kimi təqdim edirlər. Vəziyyət budur. Yəni açıqın burada bir resurs savaşı da var. İndi birləşdirən Amerikanın, İsrailin yəqin ki raketləri azalacaq, amma İranın o dağların altındakı bazalarında raketlər azalmır. Orada istehsal var. Davam edir. Orada çünki istehsal da var və çox güman ki o tunellərdən də gəlir. Bir də Çinin dəstəyini Əli bəy vurğuladı. Bəli, orada Çinin də dəstəyi var. Yəni bu strateji bir savaşdır. Bu savaş çox güman ki davam edəcək. Trump yəni 1 ay müddəti var. O yəqin ki 1 ay da keçəcək. Ondan sonra yəni Trump üçün bir dəqiqə müraciət etməlidir, mütləq Konqres ona icazə verməyəcək. Üstəlik də Konqres ümumiyyətlə indi o 200 milyard pul istəyiblər. O 200 milyard pulu da yəqin ki verməyəcək. Çünki artıq o məsələ müzakirə olunur. Amma dediyim kimi savaşın içində bir savaş var. İsrailin öz savaşı var. Trump gəlib neft aparsın. İsrail istəyir rejimi dəyişsin, özünə yaxın bir İran hakimiyyəti yaratsın və rahat olsun, bölgədə güclü olsun. Amma ondan da yuxarıda həmin küresəlçilərin də bir savaşı var. İndi Rusiyanın, sabahda Amerikanın birisinin də yəqin ki Çini zəiflətmək planları var. Bax bunlar hamısı bir yerdədir. Ona görə bəzən o baxanda çoxlu fərqli bucaqlar görürük və savaş barədə çox bir-birinə zidd fikirlər də oradan meydana çıxır.